İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün həftənin 4-cü günü olduğuna görə biz də təbii ki, yüksəliş müsabiqəsinin daha bir qalibi ilə həmsöhbət olacağıq. Daha dəqiq desəm, 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən biri Qoşqar Daşdıyev studiyamızdadır. Onunla birlikdə motivasiya mövzusunu müzakirə edirik və daha çox motivasiyanın qırıldığı, bitdiyi anlardan danışacağıq. Nə səbəb olur buna? Xüsusilə də əməkdaşlarda, işçilərdə nə gətirib bu problemə çıxarda bilər və belə hallarda düzgün davranış necə olmalıdır? Həm rəhbər tərəfdən, həm də insan özü necə edə bilər ki, özünü yenidən motivasiya edə bilsin. Və sizin də mövzuyla bağlı suallarınız yaransa, yeri gəlmişkən bizimlə əlaqə saxlaya bilərsiniz. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Qoşqar, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun. Nərmin xanım, təşəkkür edirəm dəvətiniz üçün. Yaxşıyam. Siz yaxşı olun. Bəzən nə baş verir ki, biz yaxşı olmur motivasiyamız? Artıq bitir. Başa düşürsən ki, getmir. İnsandan insana fərqlidir. Mən motivasiyanı necə düşünürəm? Bir tortun müxtəlif dilimləri halında fikirləşirəm. Bəzi insanda, məsəl üçün, bu dilim böyük hissəsi maddi tərəfə yönəlir, bəzisində isə misal üçün qeyri-maddi tərəflərə. Yəni motivasiyanı bir səbəb üzərindən fikirləşmək düzgün deyil. Yəni mənim motivasiyam yalnız maddiyyatdan asılıdır. Mənə görə düzgün yanaşma deyil. Hər kəsin öz fərqli motivləri var və bu motivlər onları belə deyək, bir işdən uzaqlaşdıra bilər və bir işə yaxınlaşdıra bilər. Belə deyək, motivasiyanı tam başa düşmək üçün bu sözün əslində bir etimologiyasına baxmaq lazımdır ki, bu söz latın dilindən mover sözündən törəməsi olan motivus sözündən əmələ gəlir və digər dillərə çevrilir, beynəlmiləl sözə çevrilir, motivation, motivasiya filan. Sözün əsas mənası isə hərəkətə gətirmək, hərəkətə gətirən deməkdir. Yəni bir insanı bir işə, istər bu şəxsi həyatda olsun, istər iş həyatında olsun, bir işə aparan xarici və daxili faktorlardır. Yəni bir insanın əgər motivasiyası düşürsə, o onu hərəkətə gətirən faktorlardan asılıdır. Onun dərinliyinə baxmaq lazımdır ki, bu insanda hansı faktor ki, onu geri çəkir. Bir qrup insan da var deyir ki, bunun üstündə heç bu qədər baş sındırmağa ehtiyac yoxdur. Motivasiya o qədər də önəmli deyil. Nizam, intizam həmişə daha önəmlidir. Doğrudan da belə deyə yox. Siz bu haqda nə düşünürsünüz? Bu haqda qısa reklam fasiləsindən sonra danışaq məncə. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Doğrudan da motivasiya boş bir şeydir. Qətiyyən belə düşünmürəm. Bu elmi əsaslarla da sübut olunub ki, motivasiya insanı hərəkətə gətirən bir qüvvədir bir işdə. Belə deyək də, digər göstəricilər də önəmlidir. Məsələn, planlaşdırma, işi idarə etmə, təşkil etmə, nizam, intizam. Motivasiya insanı hərəkətə gətirirsə, nizam, intizam davamlılıq yaradır. Yəni bir-birinə əks deyil və bir-birini tamamlayan bir. Hətta bəli, mən də məsələn onları birlikdə görürəm. Bu bunun davamıdır sadəcə. Bu hərəkətə keçirilir, digəri isə səni o işi sona çatdırmağa gətirib çıxardır. Məncə də müqayisə etmək, yəni ki, hansı daha vacibdir, bu mu yaxşıdır, bu yaxşıdır. Çünki bununla bağlı çoxlu müzakirələr filan da gedir də. Məncə bu tamamilə səhv yana. Məncə yəni səhv yanaşma. Mən də razıyam. Yəni bir-birlə müqayisəyə gələcək bir məsələlər deyil. Biri o insanı hərəkətə gətirir, digəri isə onun davamlılığını qoruyur. İndi sizin müşahidənizə görə şirkətlərdə nə baş verəndə əməkdaşların motivasiyası artıq bitir? Çox şey baş verə bilər. Bu maddiyyatla bağlı ola bilər və qeyri-maddi faktorlarla bağlı ola bilər. Maddi faktorları müşahidə etmək çox asandır. Yəni insanın maaşı azalırsa, bonusu kəsilirsə və bəzən də buna anında reaksiyalar gəlir. Amma qeyri-maddi motivasiya ilə bağlı motivasiya düşüşlüyü yaşanırsa, onu anında hiss etmək çətin məsələdir. O tədricən üzə çıxır. Məsələn,
ədalətsizlik mühitində əməkdaş görən zaman və yaxud da gördüyü işin tanınmaması, məsəl üçün iki əməkdaş eyni işi görür, amma fərqli cür dəyərləndirilirsə, bu zaman artıq əməkdaşda motivasiya düşüklüyünə və performansın zəifliyinə gətirib çıxara bilər. Burada maraqlı məsələ menecerin bunu, rəhbərin bunu görməyidir ki, rəhbər yalnız müşahidə əsasında görə bilər. Yaxşı halda əməkdaş gəlib birbaşa feedback ötürür ki, mənim motivasiyam aşağı düşür bu səbəblərdən, amma çox zaman Mən eşitməmişəm kimsə belə eləyib. Çox azdır. Amma çox zaman səssiz gedir və əməkdaş tükənir və işdən çıxmış olur, belə deyək, həmin əməkdaşı itirmiş oluruq. Onun üçün rəhbər nə etməlidir? Rəhbər durmadan müşahidə aparmalıdır. Ona siqnallar, hansısa bir siqnalları görə bilər. Əməkdaş çox yaxşı performansla işləyir, başlayır performans düşməyə, görüşlərdə aktiv iştirak edir, başlayır aktivliyi azalmağa, təkliflər, inisiativ götürməyə. Əslində çoxdur. Yəni bu siqnallar çoxdur. Rəhbər o siqnalları müşahidə etməlidir və müşahidə etdikcə bilməlidir ki, hansı əməkdaşda motivasiya düşüklüyü yaşayır və problemin kökünə gəlib çıxa bilər bu yolla, müşahidə sayəsində. Müşahidə və tanıma, belə deyək. Bir rəhbər mənə görə əməkdaşını çox yaxşı tanımalıdır, çox vaxt keçirməlidir. Yəni bu birbaşa menecerin işidir, HR-ların yox. HR belə deyək, HR şəraiti yaradır, HR-ın tam məsuliyyəti götürmək olmaz mənim fikrimcə. HR şəraiti yaradır, amma davamlılığı təmin edən rəhbərdir. Deyək ki, bax, bayaq bir nümunə çəkdiniz ki, əməkdaş gedib rəhbərə deyə bilər ki, bu çox nadir hallarda da ola bilər. Məsələn, mənim motivasiyam düşüb. Burada yaxşı lider necə davranmalıdır? Məsələn, kimsə gəlib ona bu sözü deyirsə. Əgər elə bir söz deyilirsə və yaxud da ki, deyilməsə belə qıraqdan müşahidə edirsə ki, əməkdaşın motivasiyası düşüb, ilk növbədə kəskin reaksiya verməməlidir və anlayışla qarşılamalıdır və müşahidə etməlidir. Əmin olduqdan sonra ki, həqiqətən də əməkdaşın performansı düşür, motivasiyası zəifləyir, əməkdaşla birəbir söhbət aparmalıdır. İnsan arasında yox, bağlı bir müddətdə ki, əməkdaş özünü müdafiə mövqeyində hiss etməsin. Çox rahat bildirə bilsin səbəbləri aydınlaşdırdıqdan sonra artıq əmr vermək kimi yox, bunu belə et, bunu belə et, yox. Birlikdə bir ortaq qərara gəlib hansısa bir düzəlişləri etmək olar. Hansısa bir ardıcıllıqları, bunu edək və zamanla bu gün danışdım, bu sabahdan motivasiya yüksələcək, belə bir anlayış yox. Mən də özümü o müdirin yerinə qoyuram. Bilirsiniz mən necə davranardım? Kimsə gəlib mənə desəydi ki, işçilərdən, komanda yoldaşlarına ki, mənim motivasiyam yoxdur. Mən dedim, sən get məzuniyyət götür. Sən yəqin ki, yorulmusan. Bir müddət fasiləyə çıx, gəl fasilə verək. Bir ay sonra yenidən danışarıq. Bu səhvdir, yoxsa düzdür? Bəzi əməkdaşlar üçün bu fərqlidir, situasiyadan asılıdır, əməkdaşdan asılıdır. Hər bir əməkdaşın motivasiyası eyni cür deyil. Siz fikirləşirsiniz ki, məsəl üçün özünüzlə müqayisə edirsiniz. Mən motivasiyam düşsə, mən bir həftəlik məzuniyyətə gedərəm, haransa gəzərəm və yaxud da istirahət edərəm, yorğunluq məndən gedər. Siz belə fikirləşirsiniz, amma hər bir əməkdaşın motivi fərqlidir, motivasiya faktoru fərqlidir. Yəni bəzi əməkdaş da fikirləşə bilər ki, mən niyə məzuniyyətə gedim? Mənim motivasiya olmamama mən ona görə, yəni özümlə ölçmədim. Sadəcə mən düşünürəm ki, insan emosionaldırsa, motivasiya bitib nə deməkdir? Hal-hazırda emosiyaları stabil deyil, sabit deyil, düzdür? Ya depressiyada tam deməyək, kəskinləşdirməyə, amma nəsə də yaxşı deyil. Adamın vəziyyəti performans zəifdir, göstərir. Amma bu elə belə olmur da. Məncə bu emosiyalara bağlıdır. Emosiyalara bağlıdır və belə dediyim kimi o tortun müəyyən hissələrinə artıq zədələnmələr var və onları aşağı çıxarmaq lazımdır. Ya problem puldur, ya da emosional vəziyyətdir, düzdür? İndi pul deyilsə, o gəlib deyirsə ki, yox, mən məzuniyyət məsələsi deyil, mən maaşım azdır deyə işləmək istəmirəm. Bu başqa. Yəni buna təbii ki, demirsən, get məzuniyyətə. Amma gəlib deyirsə ki, mən məsələn evdə problem var, vaxt ayıra bilmirəm, ya da nə bilim öz şəxsi problemlərim var, ya da özümü yaxşı yorğunam, neçə vaxtda çıxa bilməm, falan müştəri məni çox yordu və s. O insana ən yaxşı təklif məncə olmalıdır ki, sən biraz istirahət eləməlisən. Razıyam, sırf o problemdə əgər həqiqətən də adam yorğundursa, məzuniyyətlə keçəcəksə və davamlı müşahidə aparılmalıdır ki, bir həftəlik məzuniyyətə göndərdik, bir həftədən sonra necə davam edir, motivasiyada hər hansı bir dəyişikliyi varmı əməkdaşda və hər hansı bir dəyişikliyi varmı? Əgər yoxdursa, 2-3 həftədən sonra yeni də qayıdırsa, demək problemin kökü başqadır, problemin kökünə getmək lazımdır. Ona görə bildirdim ki, hər bir kəsin motivasiyasını aşağı salan faktorlar fərqlidir. Onu müşahidə edib, onu tapmaq lazımdır və hətta lazımsa danışmaq lazımdır həmin əməkdaşla müəyyən etmək üçün. Onda hər kəsin motivasiyasını aşağı salan faktorlar fərqlidirsə, hər kəsin motivasiya etmək üçün olan nüanslar da yəqin fərqlidir. Bu nə qədər bir mexanizm, necə bir sistem yaratmaq lazımdır ki, sən bu qədər fərqli insanı eyni anda motivasiya edəsən?
Belə deyək, bir rəhbərin çalışa biləcəyi əməkdaş sayı çox olmamalıdır. Məsəl üçün, bəzən satış komandalarında görürük ki, rəhbər 200 nəfər əməkdaş var, amma onların üzərində qrup rəhbərləri, bölmə rəhbərləri, hər kəs öz tabeçiliyində olan əməkdaşlara vaxt ayırsa, bu da təxminən olur 8 nəfər, 10 nəfər, 12 nəfər. Yəni bir nəfər həqiqətən də fiziki cəhətdən mümkün deyil ki, 200 nəfərin motivasiyada saxlaya bilsin, 200 nəfərlə danışa bilsin, vaxt ayıra bilsin. Bu həqiqətən fiziki cəhətdən mümkün deyil. Amma öz tabeçiliyində birbaşa işlədiyi adamların motivasiyasını daim göz önündə saxlamalıdır. Bəli, fərqlidir. Hər kəsə fərqli yanaşmaq lazımdır. Belə mən bu işi belə təsəvvür edirəm də. Yəni həkim və pasientlər hər kəsə eyni cür diaqnoz qoyub eyni cür müalicə aparmaq olmaz. İndi siz onlar öz üsullarınızdan paylaşasınız. Məsələn, fərqli hansı motivasiya üsullarından istifadə edirsiniz komandada? Xüsusilə də satış komandası. Məsələn, maraqlarına uyğun biri misal üçün şahmat oynamaq xoşdur, ondan çalışıram, şahmat oynayım. Məsələn, yəni adam misal üçün təkliflər irəli sürür, oturan saatlarla həmin adamı dinləyirəm, fikirlərinə hörmət edirəm. Adam istəyir misal üçün inisiativ alsın. O hansı hallarda baş verir? Əməkdaşın stajından, misal üçün təzə əməkdaş gələndə istəyir ki, tanınsın, öyrənsin və ona istədiyi komanda onu qəbul etsin sadəcə. Bəzən bunu da istəyir. Amma müəyyən əməkdaşlar var ki, müəyyən pozisiyaya çatıblar, artıq onların istəyi odur ki, bir inisiativ alsınlar. Həmin əməkdaşlara misal üçün kiçik qərar verilməsini onlara tapşırmaq olar. Bəzən ola bilər ki, bu riskli görünə bilər, amma sırf komanda motivasiyada saxlamaq üçün müxtəlif metodlardan istifadə etməliyik. Deməli siz iş təcrübəsinə əsasən bölgü edirsiniz də, adamın öz yaşına görə və ya qadındır, kişidir, belə bölgülər yoxdur çoxda. İnsanın özünə görə iş təcrübəsi bir faktordur. Qadın, kişi o qədər də fərq qoymuram açığı, amma iş təcrübəsi, insanın dəyərləri, baxışı, məqsədi hər kəsdə fərqlidir. Bacardığım qədər o faktorların hamısını nəzərə almağa çalışıram. Biz indi bir ümumiləşdirmə etsək, bax sizcə bir əməkdaşın motivasiyasının itməsində daha çox rəhbərin rolu olur, yəni o necəsə münasibət göstərir deyə motivasiyası itir, yoxsa iş mühiti, şərtlər onu qane etmir? Adətən hansı olur? Hər ikisinin çox böyük rolu var, amma belə deyək də, dediyim kimi şirkətin qaydaları, resurslar, əmək haqqı filan bunlar bazadır. Əgər bunlar olmasa uzunmüddətli motivasiyadan danışmağa dəyməz. Amma təcrübə nə göstərir? Çox vaxt əməkdaşlar bir işə müraciət edəndə əvvəlcədən dəqiqləşdirirlər və bu dəqiqə rəqəmsal dövrdür. Tanışlar var orada çalışan, orada mühit necədir, əmək haqqı necədir? Hər şeylə maraqlanıb işə başlayırlar. Əsas burada məsul şəxs mənə görə bir rəhbərdir. Çünki şərait var və onu davamlı təmin etmək lazımdır. Bu da birbaşa rəhbərdən asılıdır. Belə bir deyim var, İnsanlar maaşa görə işə gəlir, amma davranış, işdəki mühit onu orada saxlayır. Mənə görə əsas burada driver rəhbərdən gəlir. Bəs onun öz motivasiyası bitəndə nə etsin? O da insandır. Onun da bir üstü yəqin ki, bu məsələdə belə Burada yəni əməkdaşların öhdəsinə heç bir məsuliyyət düşmür də ki, bizim müdirin nəsə keyfi yoxdur, biraz onu həvəsləndirək, yaxşı işləyək və s. Əməkdaşlarda da olmalıdır, çünki göstərdikləri nəticələr və yaxud da əməkdaşlar da onu sezə bilər ki, rəhbər bundan daha çox motivasiya alır. Yəni qarşılıqlı prosesdir, bir tərəfli proses deyil. Amma belə deyək də, əsas məsuliyyət məncə rəhbər tərəfdədir. İndi ən üst rəhbərdir. Yəni adam özü liderdir, sahibkarmı deyə, bilmirəm CEO-mu deyə, kimdir. O insan öz-özünü bəs necə motivasiya etsin? Orada artıq bir rəhbər yoxdursa, o başa düşür ki, burada lider mənəm, bütün qərarları mən verirəm. Kiçik sahibkar da ola bilər. Onun yəni hesabat verdiyi bir rəhbər yoxdur. İndi o özü-özünü necə motivasiya eləsin? Tam real danışaq da, bir rəhbərin məqsədi sağlam bir komanda qurmaq və gəlir qazanmaqdır. Əgər o uyğun mühiti qurubsa və hər şey yolundadırsa, məncə onun özü həmin rəhbər üçün bir motivasiyadır və plus da buradan qazancı varsa, bu rəhbər üçün bir qazanc, belə deyək, motivasiyadır. Siz elə düşünürsüz. Hiss olunur ki, heç vaxt sahibkarlıqla məşğul olmamışsınız. Heç vaxt sahibkarlıqla məşğul olmamışam. Kimsə məşğul olubsa və bu anda sahibkar necə davranmalıdır, bir lider öz-özünü necə motivasiya edə bilər, bizimlə paylaşın. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Nərmin Aşurzadə ilə idarəetmənin əsaslarını dinləyirsiniz. Bəs necə oldu ki, qərara gəldiniz ki, mən də yüksəliş müsabiqəsində iştirak edim? Sizi nə hərəkətə keçirtdi?
Əslində yüksəliş müsabiqəsi özü həm maddi, həm də qeyri-maddi motivlər verir. Məsəl üçün pul mükafatı var, mentorla işləmək var. Və mən 3 dəfə iştirak eləmiş biri kimi deyə bilərəm ki, birinci iştirakda sadəcə motiv çox deyildi, amma sonrakı iştiraklarda çünki o mühiti görmüşdüm, yarım final, final mərhələsini görmüşdüm və fikirləşdim ki, burada artıq əlavə insentivlər var mənim üçün. Kommunikasiya, daha çox insan tanıyırsan və müxtəlif sahələrdən insanlar tanıyırsan və müxtəlif psixologiyalı insanlarla tanış olmaq həqiqətən möhtəşəm hissdir. Həvəsləndirdi sizi. Bəli. Amma qalibiyyəti aparan məncə bu deyil də, əlavə nəsə var ki, o səni qalib edir. Əsas mənə görə məqsəddir. Mən hər də məsəl üçün birinci dəfə 3-cü yüksəliş müsabiqəsində finalında olmuşdum və ondan sonra nəyi səhv etdiyimə baxdım. Ən böyük səhvim orada nə idi? Mən müsabiqə başlayanda özümə bir hədəf qoymuşdum ki, finala getməliyəm. Finala getdim, çatdım, amma qalib ola bilmədim. Fikirləşdim ki, ilk öncə mən məqsədimi dəyişməliyəm. Yaxşı bir söz var. Niyyətin hara, mənzilin ora. Əslində həqiqətən də məqsəd insanın ən böyük hərəkət verici qüvvəsidir. İnsan bir qarşısına bir məqsəd qoyduqda onun istiqamətini irəliləmək üçün çox addım atır. Başqa bir səhvim də var idi. Məsələn, yarımfinal mərhələsində bizim 7-8 kompetensiya üzrə dəyərləndiririk. Müxtəlif kompetensiyalar üzrə, məsəl üçün nəticə yönümlülüyü, qərar vermək falan bu tipli kompetensiyalarda yüksək ballarım var idi və bir neçə kompetensiya üzrə zəif ballarım var idi ki, artıq fokuslandım digərlərinə. Yəni mənə görə bu səhv addım idi. Bu il də elə bir hadisə yaşandı, amma baxdım ki, məsəl üçün göstərdiyim performans məni yarımfinalda ilk 20-liyə salıb və fikirləşdim ki, bu performansı saxlamalıyam sadəcə. Ona görə də fokuslanmadım digər kompetensiyalara, yalnız özüm necə bacarıramsa, necə davranıramsa elə də. Yəni nədə güclüsünüzsə ona fokus olmaq lazımdır. Sizdə bu müsbət və mənfi deyək ki, daha yaxşı və nisbətən zəif olduğunuz tərəflər nə idi? Daha yüksək nəticə çıxan nəticə yönümlülüyü idi, strateji düşünmə idi. Bir də xatırlamıram. Digər məsəl üçün ikilər var idi. Kompetensiyaların tam dəqiqliyi adı yadımdan çıxıb, amma biri komanda işi idi. Sadəcə özümdə axtarırdım. Sonra fikirləşdim ki, buna fokus olmamalıyam, olduğum kimi davam etməliyəm. Siz daha çox yəni çalışırsınız ki, hər şey özünüz görəsiniz də, komanda yönümlü deyilsiniz. Əslində elə davranmıram, davranmadığımı fikirləşirdim. Yəqin ki, məndən daha yaxşı komanda üçün işlər görən olub deyə daha çox bal. Amma bu pis bir şey deyil ki, yəni insanlar məncə elə iki yerə bölünə bilər, rəhbərlər. Bəzi insanlar özü nəyəsə tək gedib həll edib nail olur. Düz ola bilər ki, o digəri qədər çox ola bilməz nəyəsə nail. Amma adam da var ki, özü heç nə işləmir, sadəcə insanları idarə edir və komanda ilə böyük nailiyyətlər əldə edir. Açığı bir insanın tək nəyəsə nail olacağına inanmıram. Komanda mütləq lazımdır və komanda hətta işin bəlkə də 90%-dən yuxarısıdır. Yəni komandanın işləməsi. Tək fərd məncə heç nəyə nail ola bilməz. Nail olsa da belə təsadüfən nail ola bilər. İndi siz yüksəlişdə tək nail oldunuz, yoxsa komandanız yaxşı idi? Əlbəttə ki, komanda. Yəni necə idi komanda üzvləri? Komanda üzvləri çox yaxşı idi. Xüsusilə də final mərhələsində mənə görə final mərhələsində iştirak edən insanların çoxu, böyük bir hissəsi, yəni qalib olmağa layiq insanlardır. Çox yaxşı da yəni mübarizə aparırdılar. Qaşqar, siz necə məsələn anlayırsınız ki, bu komanda üzvləri yaxşıdır, onlarla bir iş görmək olar, qalib gəlmək ola bilər. Həm işdə, həm yüksəlişdə fərqi yoxdur. İlk öncə insanlar bir-birini dinləməyi və mənə görə başa düşməyi, razı olmasalar belə onu konstruktiv yolla həll etməyi bacarmalıdırlar. Daha sonra artıq uğur gəlir və belə deyək də, insanlar nəticəyə fokuslanır, insanların içində bir həvəs var, işi görməyə həvəs varsa və bir-birini tamamlayırsa bu komanda, bir-birini oxşayan yox, məncə bir-birini tamamlayan komanda olsa, yəni yaxşı nəticələr əldə etmək mümkün olur. Amma stresli mühitdə uzun müddət, məsələn, yüksəlişdə siz yarışırdınız, stresli mühitdə əslində və işdə ola bilər ki, hər hansısa bir vacib layihəniz var, o sizə stres gətirir. Belə stresli şəkildə uzun müddət çalışanda bu motivasiyanın bitməyinə gətirib çıxar, yoxsa əksinə motivasiyan daha da artır? Açığı stresin səviyyəsinə baxmaq lazımdır. Mən inanmıram ki, hansısa bir işdə stres sıfır olsun. Yəni stresin sıfır olduğu hal məncə mümkün deyil. Və stresin idarə oluna bilən və idarə oluna bilməyən halları var ki, hətta streslə motivasiyanın arasında asılılığa baxsaq, kiçik stres mühitində motivasiya aşağı olur. Yəni bir koordinat sistemində bunu təsəvvür etsək, bir tərsinə U və yaxud da V forması əmələ gətirər. Yəni stres artdıqca müəyyən bir mərhələyə çatanda motivasiya pik həddinə çatır, amma stresin kəskin çoxaldıqda motivasiya düşməyə başlayır.
Stress halında motivasiyanı saxlamaq mümkündürmü? Bəli, mümkündür. Çətin prosesdir, amma mümkündür. Yenə də stressdə olan əməkdaş bunun maddi tərəfi var, bir də qeyri-maddi yenə hər bir halda. Maddi tərəflə motivasiya olunan əməkdaş fikirləşir ki, ən azından bu qədər stress yaşasam da zəhmətim qarşılıqsız qalmadı, amma bu uzun müddət davam etməyəcək. 2-3 aydan sonra insan həmin əmək haqqı, həmin bonusu öyrəşdikdən sonra stress çoxaldıqca artıq tükənmişlik hissi başlayacaq. Bu mərhələdə qeyri-maddi həvəsləndiricilər olmalıdır. Məsələn, bunlardan birini deyə bilərik ki, rəhbərin əməkdaşın yanında olmasını hiss etməsi əməkdaş üçün çox böyük motivasiyadır. Fikirləşir ki, bu nə qədər çətin olsa da iş mühiti, amma bilirəm ki, səhv edə bilərəm, amma mənim yanımda bir rəhbər varsa, mənə dəstək olan bir nəfər varsa və yaxud da eyni cəbhədə savaşan bir rəhbər varsa mənimlə, yəni adamlar davam edəcək. Və yaxud da misal üçün çox böyük bir məqsədimiz var qarşımızda. O məqsədə çatmaq üçün xırda uğurları, biri var görməzdən gəlib keçəsən, bir də var o xırda uğurları dəyərləndirəsən, qiymətləndirəsən, bu əməkdaşlar üçün xüsusi motivasiyadır. Baxmayaraq ki, iş yükü nə qədər çoxdur, insanlar o iş yükünü atlata bilirlər. Bu tamamilə doğrudur. Mən özümdə də bunu anlayıram ki, təkcə rəhbərdən və kimdənsə, yəni kənardan gözləmək lazım deyil ki, bizim kiçik uğurları belə qiymətləndirsin. Yəni, daxili motivasiya deyə bir anlayış da var da əslində. Biz özümüz də özümüzü motivasiya etməliyik daha çox məncə və orada hər şey məhz ondan başlayır ki, kiçik uğurları görmək. Biz bəzən öz uğurlarımızı ya kiçik adlandırırıq, ona görə görmürük, bilmirəm, amma onu düzgün görmək, hər gördüyün işi də böyütmək və bunun haqqında LinkedIn-də post paylaşmaq, onu da demirəm, amma yenə də bu seçimdir. Hər halda uğursuzluqları bəzən daha çox görürük. Məsələn, falan iş alınmadı, o da alınmadı, bu da alınmadı və s. Amma nə alındı, nə də daha yaxşısan, məsələn, onu da görüb və özlüyündə qeyd etmək lazımdır. Mən belə başa düşürəm. Razıyam. Onu da qeyd etmək lazımdır. Uğursuzluqlar əslində normaldır, normal qarşılanmalıdır, amma bir mərhələyə qədər. Yəni, əsas məsələ uğursuzluqlardan dərs çıxarmaqdır. Yəni əməkdaş uğursuz oldusa, səhv etdisə, yəni əslində səhv öyrənmək üçündür. İnsanlar səhv edir ki, öyrənsin. Əgər nəticə çıxara bilmirsə, artıq problem yaranır. Siz satışın təşkili şöbəsinin rəhbərisiniz. Ona görə soruşmaq istəyirəm ki, ən bahalı səhviniz məsələn neçəyə başa gəlib? Açığı tam xatırlaya bilmirəm. Ən bahalı səhvim neçəyə başa gəlib. Olub səhvlərim olub, amma bir dəyəri var da, yəqin ki, bir dəyəri xüsusən satışda var. Satış etdiyim vaxtlarda ola bilər ki, məsələn, misal üçün insana bir 50.000 manatlıq kredit sata bilərdim. Onu səhv etmişəm, alınmayıb. Belə olub, çox olub bəlkə də. Bəs yaxşı, səhvin dəyəri yadınızda deyilsə, hər halda məsələn nələr etdiniz ki və ya nəyə fikir vermədiniz ki, səhvə gətirib çıxartdı? Bəlkə bu haqqda nəsə xatırlayırsınız? Çox ola bilər. Məsələn, bəzən insanın razılaşma məsələsidir, alqı-satqı məsələsi insanın razılaşma məsələsidir və elə bir anda, hansısa bir mərhələdə elə bir səhv edə bilərsə, bu istər satışa başlayan anda ola bilər, istər satışın ortasında ola bilər və yaxud da satış yekunlaşmağa az qalmış cüzi bir baskı sayəsində, yəni satışı itirə bilərsən. Yəni müştəriyə təzyiq etmək? Təzyiq deməyək də, tezləşdirmək istəyi artıq müştəridə bir sual yarada bilər ki, bunun marağı nədir? Yəni biz belə deyək də, satış insanı çalışmalıdır ki, müştəri ilə dost olsun. Yəni dost olduğunu hiss etdirsin. Yəni biz meyilli kimdən almağa özümüzə oxşayan insanlardan. Yəni doğrudan. Bəli. Yəni siz fikir versəz alışlarınıza, satıcılara fikir versəz, daha çox özünüzə yaxın gördüyünüz, yaxın bildiyiniz insanlardan almağa daha çox meyillisiniz. Yəni bu psixoloji sübut. Yəni belə vizual, görüntü olaraq bizə oxşayan, öz xarakterinə tuturuq. Davranış olaraq tuturuq. Necəsə, yəni sizinlə danışır, bəli. Ay, bəs siz indi bu qədər adama satış etmisiniz də, məsələn, hamısı sizə oxşayanlar olub, yoxsa siz daha yaxşı alətlər bilirsiniz? İnsanlar özünü, belə deyək, satış üzbəüz olan zaman danışırıq və insanı müəyyən etməyə çalışırıq ki, bu adamla necə danışmaq lazımdır, hansı formada danışmaq lazımdır, bunun üçün praktik təlimlər keçirilir. Yəni çox da əslində üsullar. Ən əsas qarşındakı insanı çözməkdir və hətta fikirləşsən ki, buna nə qədər məsəl üçün kredit sata bilərəm, buna hansı məhsulu nə qədər sata bilərəm, onu belə, yəni çox professional satış təmsilçiləri onu belə fikirləşə bilirlər. Bir də gün ərzində məsələn ola bilər ki, bizim motivasiyamızı öldürür, elə o dediyiniz səhv. Məsələn, hansısa balaca bir işdə səhv edirsən və bütün gün artıq onu xatırlaya gedirsən deyə, bütün işlərdə nəsə ya səhv olur, ya ürəksiz eləyirsən, hər şey yola verirsən və bütün gün ağlında o
o səhv qalır. Ona görə siz də belə bir səhv eləyirsiniz məsələn satışda və ya alınmadı, heç səhv deməyək də, sata bilmədiniz. Bu biraz motivasiyanı aşağı salır da, yəqin ki, xüsusən də ilk illərdə. Daha sonra günü, ayı, həftəni necə davam eləyirsiniz ki, ona fokus olub qalmayasınız? Əslində ən yaxşı yolu stoiklərin bir fəlsəfəsi var. Qiymətləndirmək lazımdır. Proses nədən asılı? Məndən asılı idi, yoxsa məndən asılı deyildi? Əgər məndən asılı idisə, artıq bunu qəbullanmaq lazımdır və növbəti dəfələrdə səhv etməməyə çalışmaq lazımdır. Yox, məndən asılı deyilsə, çox rahatlıqla qəbul etmək lazımdır. Məsəl üçün, hava şəraitinə görə hansısa bir iş alınmadı. Yəni buna görə dərd etməyə dəyməz. Əsas məsələ o məndən asılı olan və asılı olmayanı fərqləndirmək bacarığıdır. Onu insan özündə müəyyən etməlidir ki, biraz insan özünü aldatmağa daha çox meyllidir. Bu məndən asılı deyildi. Əsas o məsələdir. Məndən asılıdırsa qəbul etməliyəm və nəyi səhv etmişəm, nəyi yaxşı edə bilərdim, onları fikirləşməliyəm və növbəti dəfələrdə səhv etməməliyəm. Yəni bununla nəinki günlərlə, həftələrlə, bununla dəqiqələrlə belə vaxt sərf etməyə dəyməz. Sadəcə nəticə çıxarmaq lazımdır. Amma belə bir məsələn, deyək ki, motivasiyanız aşağıdırsa, şokolad yeyirsiniz və ya çıxıb gəzirsiniz, dəniz qırağına gedib, hansısa kinoya baxırsınız, musiqi dinləyirsiniz, düzəlir. Belə üsullar var sizdə? Əslində çay da içirəm, gəzirəm də, kofe də içirəm, amma fikirləşmirəm ki, bu motivasiyamı qaldırmaq üçün ona bir elmi ədəbiyyatda plasebo effekti deyirlər. Yəni bunu eləsəm mən motivasiyam qalxacaq falan. Açığı ona inanmıram. Sadəcə kökü tapmaq lazımdır. Problem nədir, onu tapmaq lazımdır. Motivasiyanı nə aşağı salıb, onu araşdırmaq lazımdır və insan bəzən ən böyük səhvlərdən biri nədir? İnsan deyir ki, mənim motivasiyam maddiyatdan asılıdır və yaxud da mənim motivasiyam həmkarlarla münasibətdən asılıdır. Bu bəlkə də ən səhv mövqelərdən biridir. İnsanın motivasiyasına təsir edən bəlkə də yüzlərlə faktor var və çoxluq azlıq ola bilər ki, motivasiyanın çox hissəsini maddiyyat təşkil edə bilər və yaxud da qeyri-maddi alətlər təşkil edə bilər. İnsan ilk öncə müəyyən etməlidir ki, mən özümü niyə pis hiss edirəm? Bu nədən əmələ gəlib? Nədən sonra oldu? Yəni onu müəyyən etdikdən sonra məncə çarəsini də çox rahat tapa bilər. Bunu biz hamımız özümüz eləyə bilərik, yoxsa psixoloq lazımdır? Məncə özümüz. İnsan bunu etmək üçün ilk öncə özünü çox yaxşı tanımalıdır. Hansı prosesdə hansı reaksiyanı verə bilər, emosiyaları necə dəyişə bilər, məsəl üçün insan öz-özünü müşahidə etməlidir mənə görə. Razıyam. 6-cı yüksəliş müsabiqəsi də baş tutacaq bu il ölkəmizdə. Ona görə istəyirəm həm motivasiya verəsiniz kim 6-cı yüksəliş müsabiqəsinə qatılmaq istəyirsə ona, həm də tövsiyələriniz, məsələn, necə qalib gəlmək olar? Hər kəsə məsləhət görərəm bu müsabiqədə iştirak etsin. Qalib olsa da, olmasa da mütləq ki, o belə deyək də, o həyəcanı yaşamağı məsləhət görürəm. Onu məsləhət görə bilərəm ki, mənim kimi məqsəd finala, yarım finala və yaxud da hansısa bir mərhələyə çatmaq yox, qalibiyyəti birbaşa məqsəd qoysunlar qarşılarına və o məqsəd uğrunda davam etsinlər. Başqa nə məsləhət görə bilərəm? Elədiyim səhvlərdən özünüz kimi olun, yəni nəyisə dəyişməyə çalışmayın ki, bu məndə zəifdir, bu hissə zəifdir. Bəlkə də sizin bu cür yüksək nəticə göstərməyinizə bəlkə də hansısa bir kompetensiyanın zəif olmasıdır, digərlərinə daha çox gücləndirib. Amma hər kəsə məsləhət görürəm iştirak etmək. Layiq olan inşallah qalib olar. Təşəkkür edirəm gəldiyinizə görə. Çox xoş oldu sizinlə həmsöhbət olmaq. Bugün biz 5-ci yüksəliş müsabiqəsinin qalibi Kapital Bankın yerli struktur bölmələrdə satışın təşkili şöbəsinin rəhbəri Qoşqar Daşdıyevlə həmsöhbət olduq və onunla birlikdə motivasiya haqqında danışırdıq. Bu saatlıq sizinlə paylaşmaq istədiklərimiz bunlardan ibarət idi, amma növbəti saatda da gələcək və orada da ekspertlərlə birlikdə yaxşı müzakirələrimiz olacaq.